63-cü sualımızla davam edirik. Materiklərin ucqar nöqtələrini şimaldan cənuba doğru sıralayın. Ən şimalda yerləşən burada e, deməli Qalyans burnu olacaq. Birinci 2 ilə başlayırıq. Ən cənubda yerləşən isə Freyert burnu hesab olunur. Deməli, birinci 2 ilə başlayırıq, ən sonunda 4 ilə bitiririk. Deməli, A ola bilməz, B variantı ola bilməz. Qaryas burnu Cənubi Amerikanın ucqar şimal nöqtəsində yerləşir. Sonra biz Afrika materikinin sonrakı York burnu, yəni Avstraliyanın ucqar şimal nöqtəsi York burnunu götürəcəyik. Bu deməli 5, 2, 5, daha sonra iğnə burnunu seçəcəyik. Daha sonra cənub-şərq və Frayert burnu. Sualımızın doğru cavabı Y variantı olacaq. Sonra 64-cü suala baxaq. Afrikanın cənubunda yerləşən Hamar plato hansıdır? Təbii ki, Kalahari platosu. 65-ci suala baxaq. Avrasiya materiki haqqında doğru olmayan fikir hansıdır? Materikin cənubunda Hind okean sahillərində Skotlendin dağları yerləşir. Doğru olmayan fikir elə bu variantdır. Hind okean sahillərində yerləşmir. Sakit okean sahillərində yerləşir və şərqində yerləşəcək. Yanlış ifadə ilə A variantı. Digərləri materikin şimal okean sahilləri daha çox parçalanmaya məruz qalıb. Şimal okean sahilləri doğrudur. Yəni, baxanda görə bilirik ki, girintili çıxıntılıdır. Buna səbəb 4-cü dövr buzlaşmalarıdır. Sonra, materikdə bütün qırşıqlıq vilayətinə rast gəlinir. Doğru ifadədir. Materikin cənubunda qədim Gondvanaya aid olan quru parçası mövcuddur. Hindistan yarımadası demək istəyir. Yeni ilə bura biz Ərəbistan yarımadasında aid edə bilərik. Sonra, bu da doğru ifadə idi. Materikin cənub-şərqi Qalay Wolfram Hindistan yarımadası üçün xasdır. Yanlış variant A variantıdır. Sonra davam edək 66-cı sualla. Xəritə sxemi əsasən fiordların mövcud olduğu əraziləri müəyyən edin. Burada fiordlar deməli 2-də, sonra 4-də və 1-də qeyd edə bilərik. Sualımızın doğru cavabı Y variantıdır. 67-ci sualla davam edək. Burada qeyd olunur ki, deməli, Ant dağlarında Boliviya-Çili sərhədində yerləşən Altiplano quraq və yüksək yayladır. Altiplano 20 dərəcə cənub enliyində yerləşir Ant dağlarında. Sualımızın doğru cavabı B variantı. Ant dağları və Qiviyana yaylası ilə əhatə olunan ovalıq təbii ki, Ornioko ovalığıdır. Yəni, burada da doğru cavab Y variantıdır. Rusiya Federasiyasının ucqar cənub nöqtəsi hara düşür? Təbii ki, Bazardüzü zirvəsinə Qafqaz dağları. Sonra, hansı vulkan Avropada yerləşir? Orsiyaba bilirik ki, Şimal Amerikadır. Hekla İslandiyaya aiddir. Yəni, o da Avropanın tərkib hissəsidir. Deməli, sualımızın doğru cavabı D variantıdır. San Pedro Cənubi Amerikaya aiddir. Kilimanjaro Afrikaya aiddir. Kamerun da Afrikaya aiddir. Colorado platosu hansı dağlarda yerləşir? Təbii ki, Kordilyer dağlarında. B variantı uyğun variantdır. Sonra, hansı ucqar nöqtə Afrika materikinə aiddir? Təbii ki, bu deməli Dejnyov ola bilməz. Avrasiyadır. Çelyuskin Avrasiyadır. Ues Şahzadəsi Şimal Amerikadır. Almadi isə Afrikaya aiddir. Piyayda yenə də Avrasiyaya aiddir. Yəni, sualımızın doğru cavabı C variantıdır. Afrikanın qərb ucqar nöqtəsidir.
Cənubi Amerikada Cənubi Amerika materiki haqqında doğru fikirləri müəyyən edin. Ən uca zirvəsi Aconcagua dağıdır. 6960 metr doğru ifadədir. Ee, bir doğrudur. Sonra Şərq sahili boyunda fəal vulkanizm müşahidə olunur. Bu yanlış ifadədir. Platform əraziləridir. Geoloji keçmişdə qədim Qondvanan qurusudur. Doğrudur. Sahəsinə görə Şimal Amerika materikindən daha böyükdür. Cənubi Amerikanın sahəsi 18, Şimali Amerikanın isə 24 milyon kvadrat kilometrdir. Əslində kiçik olmalı idi. Üç yarımkürədə yerləşir. Ekvator xətti kəsir deyə götürə bilərik. Yəni sualımızın doğru cavabı 1, 3 və 5 Y variantı. Sonra baxaq 74-cü sualımıza. Hansı vulkan Afrikada yerləşir? Bu vulkan deməli Kilimancarodur ki, 5895 metr və eynilə Afrikanın ən ucqar, daha doğrusu ən hündür zirvəsi hesab olunur. Yəni A variantı uyğundur. Avstraliya materiki haqqında doğru fikirləri müəyyən edin. Ən uca zirvəsi Kastiyuşka dağıdır. Doğrudur. Şərq hissəsinin Cavan dağlara yerləşir. Yəni yanlış ifadədir. Ümumiyyətlə Avstraliyada cavan dağ yoxdur. Geoloji keçmişdə qədim Qondvananın qurusu olmuşdur. Bu doğru ifadədir. Cənub materikləri hər biri Qondvananın tərkib hissəsidir. Sahəsinə görə yalnız Antarktida materikindən böyükdür. Deməli, götürə bilərik ki, Antarktida materiki, deməli, Avstraliyanın sahəsi 7,7 milyon kvadrat kilometrdir. Burada deyir ki, sahəsinə görə Antarktida materikindən böyükdür. Xeyr, bu yanlış ifadədir. İki yarımkürədə yerləşir. Bu doğru ifadədir. Cənub və Şərq yarımkürəsində yerləşir. Sönmüş və fəaliyyətdə olan vulkanlar mövcuddur. Ümumiyyətlə, burada nə sönmüş, nə də fəaliyyətdə olan vulkan yoxdur. Sualımızın doğru cavabı 1, 3, 5, C variantı uyğun variantdır. Sonra 76-cı suala baxaq. Hansı ucqar nöqtə Afrika materikinə aiddir? Təbii ki, Parians, yox, üzr istəyirəm, Parians Cənubi Amerikanındır. St. Charles Şimal Amerikanın şərq ucqar nöqtəsidir. York Avstraliyanın şimal ucqar nöqtəsidir. İğnə Afrikanın cənub ucqar nöqtəsidir. Çelyunski isə Taymer yarımadasında yerləşən Avrasiyanın ucqar nöqtəsidir. Yəni sualımızın doğru cavabı iğnə burnudur ki, bu da Afrikanın cənub ucqar nöqtəsidir. Sonra xəritə sxeması isə Mesopotamiya ovalığının müəyyən edin. Təbii ki, bu ərazidə yerləşir. 3-də C variantı uyğundur. Afrikada yerləşən vulkanlar hansılardır? Kamerun və Kilimanjaro. Orsiyaba yerləşir. Şimal Amerikada Ruapehu yerləşir. Yeni Zelandiyanın şimal adasında. San Pedro deməli yerləşir. Cənubi Amerikada. Aso Yapon adalarında yerləşir. Vezuvi Apenin yarımadasında, Erebus terror bu iki deməli vulkan Cənub və Şərq yarımkürəsində yerləşir. Antarktidada, Ross adasında. Kamerun Afrikada, Kilimanjaro Afrikada, Pinatubo Luson adasında, yəni Filippin adalarında, Fudziyama isə Höns adasında yerləşir. Afrikada yerləşənlər Kamerun və Kilimanjaro idi. Yəni D variantı. 79-cu sualda qeyd olunur ki, deməli aşağıda qaldı. Hansı Horst Şərqi Afrika sınma zonasında yerləşir? Təbii ki, bu Rwenzori Horstudur. Bunu yadda saxlamaq mütləqdir. Sonra 80-ci suala baxaq. Avstraliya materikinin burunlarından deyil. Cənub-şərq burnu Avstraliyanın cənub-şərqində yerləşir. Doğrudur. Steep Point deməli, qərb ucqar nöqtəsidir. Byron şərq ucqar nöqtəsidir. York şimal ucqar nöqtəsidir. St. Charles isə Şimal Amerikanın şərq ucqar nöqtəsi hesab olunur. Avrasiya materikinin burunlarından deyil, təbii ki, Almadi burnu. Digərləri doğru ifadədir. Almadi Afrikanın qərb ucqar nöqtəsidir. Sonra Avrasiyanın ucqar qərb və şərq nöqtələrinin oxşar xüsusiyyətlərini müəyyən edin. Deməli, ucqar qərb və şərq nöqtələri deyə bilərik ki, hər ikisi qərb yarımkürəsində yerləşir. Çünki qərb ucqar nöqtəsi
Qrinviç meridiandan qərbdə qalır. Şərq ucqar nöqtəsi isə 180 dərəcəlik meridiandan şərqdə qalır. Bilir ki, 180 dərəcə meridiandan şərqdə qalan hissə sayılacaq qərb yarımkürəsi. Hansı ucqar nöqtə Avrasiya materikinə aiddir? Təbii ki, bu Avrasiya Piyay bölündükü Malakka yarımadasında yerləşir. Cənub ucqar nöqtəsi hesab olunur. Digərləri isə aid deyil. Şimali Amerika materiki haqqında doğru fikirləri müəyyən edin. Ən uca zirvəsi Aconcagua. Xeyr, bu Cənubi Amerikaya aiddir. Şimali Amerikanın ucqar nöqtəsi McKinney-dir. 6194 metrdir və ya ikinci adı Denali adlı deyilər. Sonra qərb hissəsində fəal vulkanizm müşahidə olunur. Bu doğru ifadədir. Geoloji keçmişdə Lavrasiyanın tərkib olub doğrudur. Çünki iki materik qeyd edə bilirik ki, bura bir Şimali Amerika, bir də Avrasiyadır ki, bunlar Lavrasiyanın tərkib olublar. Buzlaq mənşəli relyef formalarına rast gəlinmir. Baxın, buna diqqət etmək lazımdır, amma əksinə gəlinir. Üç yarımkürədə yerləşir. Yanlış ifadədir. Sonra şərq hissəsində qədim Apalas dağları yerləşir. Sualımızın doğru cavabı e, deməli, burada sualımızın burada üç yarımkürədə yerləşir. Bu doğru ifadə deyil əslində. Çünki Şimali Amerika şimal və qərb yarımkürəsindədir. 2-3-6 olan variant, cavabımız var zaten. Üzr istəyirəm. Deməli, sualımızın doğru cavabı A variantıdır. Elə bildim ki, burada variantlar yoxdur, amma var imiş. A variantı uyğundur. Yəni, 3 yarımkürədə yerləşə bilməz. Çünki şimal və qərb yarımkürəsində yerləşir. 2 yarımkürədir. 2-3-6 A variantı uyğun variantdır. Sonra 85-ci suala baxaq. Avropada yerləşən vulkanlar hansılardır? Erebus bilirik ki, e, Antarktidadır, olmaz. Fuziyama Önüs adasındadır. Kamerun Afrikaya aiddir. Vezuvi Avropadadır. Apeni yarımadasında, Etna da Siciliya adasında yerləşir. Bu variant doğru ifadədir. Orsiyaba Şimali Amerikadadır. San Pedro Cənubi Amerikadadır. Ola bilməz. Sonra baxaq 86-cı suala. Ekvator xətti ilə kəsişən coğrafi obyektləri müəyyən edin. Bu deməli Ornioko balığın götürə bilmərik. Şərqi Afrika yaylasını götürmək olar. Ant dağların götürmək olar. Yəni sualımızın doğru cavabı burada B variantıdır. Amazon ovalığını götürmək olar, amma Dekan yaylasını götürmək olmaz. Tibesti yaylasını götürmək olmaz, amma Braziliyanı götürmək olar. Nisbətən bir hissəsi düşür. Əjdaha dağları götürmək konkret ola bilməz. Meksikada ümumiyyətlə ola bilməz. Sualımızın doğru cavabı B variantıdır. Avropanın dağlarında hansı daha qərbdə yerləşir? Deməli, Avropanın dağları hansı daha qərbdə yerləşən? Təbii ki, Pirney dağları ki, ən uca zirvəsi də Aneto Peak-idir, 3404 metr. Sonra 88-ci sualla davam edək. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Dağməvənd dağı Anadolu yaylasında yerləşir. Səhvdir, İran yaylasındadır. Sonra Montempele Martinik adasındadır və fəaliyyətdə olan vulkandır. Doğru ifadədir. Erebus vulkanı sönmüş vulkan deyil. Xeyr, deməli Erebus Ros adasında yerləşir və fəaliyyətdə olan vulkandır. Cotopaxi vulkanı Ant dağlarındadır, fəaliyyətdədir, doğrudur. Ruapehu vulkanı Yeni Zelandiyanın şimal adasında olmalıdır. Amma Yava adası yazıb yanlış ifadədir. Pinatubo vulkanı isə Filippin adalarında, daha dəqiq desək, Filippin adalarının Luzon. Yəni Filippin adaları iki müstəqil adadan ibarətdir. Biri şimalda yerləşən Luzondur, cənubda yerləşən Mindanao adalarıdır ki, həmin bu Pinatubo vulkanı da Luzon adasında yerləşir.
Sualımızın doğru cevabı 2, 4 ve 6'dır. Yani B variantı uygun variantdır. Sonra baxaq növbəti sualımıza 89. Şərqi Afrikaya aiddir. Sonra burada litosfer havaları aralanır və onlar arasında məsafə artıq doğrudur, sınma zonasıdır. Afrika platformasının ən böyük əyilmə zonası olub, daxili hissəsində yerləşən pilləli qırılıb düşmələr xeyli sayda şəlalə və astana vardır. Ee, Deməli, bu ifadə doğru ifadədir. Yox, üzr istəyirəm, yanlış ifadə olacaq. Sonra seysmik fəallığın yüksək olması ilə bağlı olaraq yeni qırışıq zona hesab olunur. Şərqi Afrikaya aid olan. Hə, Şərqi Afrikada seysmik fəallığın yüksək olması ilə bağlı yeni qırışıq zonası hesab olunur. Xeyr, yeni qırışıq zonası e, doğru ifadədir. Sonra mütləq hündürlüyünə görə materikdə yalnız Atlas dağlarından geri qalır. Əksinə bu yanlış ifadədir. Elə ən yüksək zirvəsi Şərqi Afrikada Kilimancarodur, 5895 metr. 5-ə baxırıq. Bu zonada Orta Okean sıra dağları mərkəzi ox zonasına oxşayır. Bu da doğru ifadədir. Tanzaniya, Kenya respublikaları yerləşir. Bu isə yanlış ifadə olacaq. Sualımızın doğru cavabı 1, 3 və 5'tir. Doğru cavab B variantı uyğundur. Sonra baxaq 90-cı və sonuncu sualımıza. Deməli, burada 90-cı sualda Maqdonel Hammersi dağları haqqında məlumatdır. Yəni, heç ki, Maqdonel və Hammersi dağları üçün ümumi olan xüsusiyyət nədir? Bu bilir ki, Avstraliya materikində yerləşir. Sakit Okean odlu halqasında yerləşirlər. Yanlış ifadədir. Aid olduqları materikin şərq sahilləri boyunca yerləşirlər. Məsələn, Avstraliyada yerləşirlər. Avstraliyanın şərqində də Böyük su ayrıcı dağlarıdır. Alp-Himalay quşağının ən qərb hissəsində yerləşirlər. Bu da yanlış ifadədir. Bu ən qərbində yerləşən bu ifadəni, ya Alp-Himalay gölçəkmə quşağının ən qərbində yerləşən Atlas dağlarıdır. Maqdoniya Hammersi deyil. İki ölkənin sərhədində yerləşirlər. Yalnız Avstraliyanın sahilində yenə Avstraliyada yerləşirlər. Cənub yarımkürəsində yerləşirlər. Bu doğru ifadədir. Bilir ki, Avstraliya cənub və şərq yarımkürəsinə aiddir. Sualımızın doğru cavabı Y variantıdır. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm və videoda texniki qüsurlara görə üzrlü saymağınızı sizdən xahiş edirəm. İzlədiyiniz üçün təşəkkürlər.